وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. Bismillahirrahmanirrahim. Alhamdulillah, wassalatu wassalamu ala rasulillah wa ala alihi wa ashabihi ajma'in, amma ba'du. Mən də toyun səbəbkarı bəyi təbrik edirəm. Allah Teala'dan istəyirəm ki, Allah Teala bu izdivacı bərəkətli eləsin və həm bəyə, həm gəlinə Allah Teala bərəkət versin və onları müvəffəq eləsin ki, gözəl, bərəkətli Allahın dini üzərində qurulmuş bir ailəyə sahib olsunlar. Çünki Allahın dini, İslam harada varsa, orada xeyir, bərəkət var. Allahın dini, İslam dini harada varsa, orada xeyir, bərəkət var. Misal üçün ailədə, əgər əl və arvad dini əhkamlar çərçivəsində yaşayırlarsa, onların arasında qarşılıqlı anlaşılma olan, onların arasında gözəl yüksək olan, həmçinin də aralarında söz-söhbət olanda, fikir ayrılığı olanda, onlar qayıdarlar Qurana və sünnəyə. Ona görə də onların arasındakı söz-söhbət, anlaşılmazlıq gözəl şəkildə çözülər. Bizim dinimiz hətta ailədə də hökmlər qoyur. Evin kişisinin haqları var, kişi öz haqlarını bilməlidir. Həmçinin qadın öz ərinin haqlarını bilməlidir ki, onlar yerinə yetirsin. Həmçinin evin qadınının haqları var, qadın öz haqlarını bilməlidir. Və həmçinin də kişi də qadının haqlarını bilməlidir ki, onları tapdalamasın, onlara uyğun əməl eləsin deyə. Əgər belə eləsələr, Allah Teala həmin ailəyə bərəkət verər. Həmin ailədən razı qalar. Allah Teala da hansı ailədən razı qalarsa, təbii ki, həmin ailə saidətə nail olur. Bu, İslam dininin ailədə əgər bərəkətlidirsə, rəhmətlidirsə, həmçinin başqa yerlərdə də var. Misal üçün, çıxaq ailədən biraz kənara, qonşular arasında olan münasibətdən, əgər İslam dininə uyğun qonşuluq eləyərlərsə, həmin münasibətlərdə rəhmət olan, xoş münasibət olan. Fikirlər, bizim dinimiz hətta qonşular haqqında da əhkamlar qoyur, qaydalar qoyur. Bizə hədisdə gəlir ki, Peyğəmbər s.ə.v deyir ki, Cəbrail qonşu haqlarından danışanda bir az da qalsa elə zənn edirdim ki, hətta miras çatacaq qonşuya. Yəni, bu qədər qonşunun haqları mühümdür, qonşundan gözəl davranmaq mühümdür. Və əgər qonşular İslam dini üzərində əməl eləsələr, onların arasında xoş münasibət, qarşılıqlı hörmət və bir-birlərinə məhəbbət əmələ gələr. Həmçinin daha da kənara çıxsaq, cəmiyyəti götürsək, əgər cəmiyyətdə İslam əhkamları tətbiq olunarsa, həmin cəmiyyətdə əmin-amanlıq olar, rəhmət olar, bərəkət olar, müsəlmanların yaşayış səviyyəsi yaxşılaşar. Çünki Allah hansı bir cəmiyyətdən, hansı bir toplumdan razı qalarsa, onlara olan nimətini artırar, ruzisini artırar. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, əgər şükür etsəniz, sözsüz ki, artıracam. Şükür etsəniz, sözsüz ki, artıracam. Və bir cəmiyyətin, bir toplumun Allaha edə biləcəyi ən yaxşı şükür tövhiddir. Yəni, ibadətdə Allahı təkləşdirmək. İbadət eləyərkən tək Allahı ibadət eləmək. Və onlara verilən ruzilərə görə yalnız Allaha şükür etmək və etiqad etmək ki, bu neymətləri bizə verən Allah Teala'dır. Bunları verməyə qadir olan Allah Teala'dır. Əmin-amanlığı bizə verən Allah Teala'dır. Əgər belə olsalar, əgər bir cəmiyyətin, cəmaatı
tövhid üzere olsalar, yalnız Allah'a ibadet ederseler, yalnız Allah'a şükür ederseler, Allah Teala onlara olan nimətini biraz artırar. Və görərsən ki, bizim yaşadığımız cəmiyyətdə bu sahədə tövhid, şirk məsələlərində naqisliklər var. Cəmaat müsəlman cəmaatıdır. Cəmaatın niyyəti odur ki, Allahı razı salmaq. Lakin gedirlər molla əmlərin yanına və onlardan soruşurlar ki, bəs mən istəyirəm ki, Allahın razı qaldığı yolla gedir. Həmin molla əmlər də deyirlər ki, həftədə bir dəfə get filan pirə, get filan ziyarətə, bir dənə qurban kəs, Allah bununla sənə razı qalacaq. Və həmin sıravi müsəlman da deyir ki, mən daha bundan sonra düzəlmişəm, haqq yola qayıtmışam, heç olmasa həftədə bir dəfə ziyarətə getməliyəm. Nəyə görə? Çünki molla əmri onu tövsiyə edeyim ona. Çünki ona deyirlər ki, cavanlara baş koşma, cavanlar pul alırlar, qıraqdan maliyyələşirlər, onları azdırırlar, onlara molla əmrləri məsləhət görürlər, çünki onlar həm yaşıdırlar, həm yaşlıdırlar, həm ola bilsin rəsmidirlər. Ona görə cəmaat onlara etibar edir, onlar da bəziləri cəmaatı bax belə bidətə və hətta şirkə yönəldirlər. Şək yox ki, ən böyük müsibətdir. Ən böyük müsibətdir. Və görürsən ki, nəinki tövhidə əməl etməyənlər var, nəinki tövhidə əməl etməyənlər var, Allaha şirk qoşanlar var, eyni zamanda da tövhid əhli ilə mübarizə və müharibə aparanlar var. Yəni, həm özü şirk qoşur, həm özü tövhidə əməl eləmir, əks tərəfdən də tövhid əhlinə qarşı müharibə aparır. Onlara iftiralar yaxır, onlara böhtan atır, cəmaatın içində onları pisləyir. Şək yoxdur, bu bəla üzərinə bəladır. Lakin Allah'a şükürlər olsun ki, bizim ölkəmizdə mübarək tövhid dəvəti başlayır və gedir, Allah'a şükür. Günü gündən cəmaat tək Allah'a ibadətə başlayırlar, şirki tərk edirlər. Bu açıq-aşkar hiss olunan bir şeydir ki, dəvət yayılır. Çünki tövhid elə bir şeydir ki, həm Quran buna dəlavət edir, həm hədis buna dəlavət edir, həm də məntiq, ağıl da buna dəlavət edir. Ki, bu aləmlərin əgər yaradıcısı Allahdırsa, bunu biz də etiraf edirlər, həmin o molla əmilər də deyirlər. Əgər Allah yaradırsa bizi, əgər ruzimizi verən Allah Taaladırsa, əgər biz xəstələnəndə şəfa verən Allah Taaladırsa, ki, hamımız bunu etiraf edirik, deməli, ibadət də yalnız Allaha olunmalıdır. Deməli, şükür də yalnız Allaha olunmalıdır. Bax, bunu, əlhamdülillah, cəmaat artıq yavaş-yavaş dərk edirlər. Bu qədər sadə, lakin əzəmətli bir məsələni dərk edirlər və yavaş-yavaş ibadətə qayıdırlar. Və qayıdan söhbətimizə, yəni ictimaiyyət nə qədər İslam dininə uyğun əməl edərsə, o qədər onların işləri rahat gedər, Allah qala onlardan razı qalar və əmin-amanlıq verir. Və həmçinin fikir və İslam dini müsəlmanlar arasındakı münasibəti və qaydalar qoyur. Hətta sahabələrdən gəlir ki, yəni İslam dininin toxunmadığı bir mövzu yoxdur. İslam dininin toxunmadığı bir mövzu yoxdur. Və hətta hamamda belə, təmizlənərkən, yuyunarkən belə ədəblər qoyur. Orada bax, filan ədəblər var, filan şeylər bəyənilir orada eləmək, filan şeylər bəyənilir. Hətta burada da ədəblər qoyur. Həmçində müsəlmanlar arasında fikir və hədislərdə gəlir ki, müsəlman üzərində filan haqları var. Axsıranda, əlhamdülillah deyəndə, yaxəməkallah deməsi və yaxud da ki, xəstələnəndə onu ziyarət eləməsi, ki, və xəstələnəndə onu ziyarət eləməsi, həmçinin öləndə onun cənazəsinin baxsırılmasına məşğul olması və fikir versən, həmçinin salam verəndə salam almaq və fikir versən, bütün bunlar hərəsində öz faydaları var, həmçinin o faydalardan bir dənədir, aralarındakı xoş münasibət. Fikir verin, Asıranda deyir ki, əlhamdülillah. Qarşıdakı ona deyir ki, yərhəmükallah. Mənası odur ki, Allah sənə rəhm eləsin. Allah sənə rəhm eləsin. Və rəhm sözü də tək gələndə, alimə buyurur ki, iki məna verir. Həm günahların bağışlasın, həm də gələcəkdə səni xeyr işlərə müvəffəq eləsin. Mənası budur. Fikir verincə gözəl dua edin ona. Və o tərəfdə buna qaytarır ki, Allah Taala sizə hidayət versin
və islah eləsin dünyamızın axirətimiz. Hidayət, yaxşı, hidayət olunmuş bir insana necə əlavə hidayət istənilir? Alimlər buyururlar ki, hidayətin iki mənası var. Var batildən haqqa hidayət olunmaq, var hidayət əhlinin hidayətidir. Yəni, hidayət olandan sonra xeyir işlərə müvəffəq olmaq, daha da çox xeyir işlərə müvəffəq olmaq. Və həmçinin dua edir ki, islah olasınız, həm dünyamız, həm ahirətimiz, əməllərimiz islah olsun. İki də elementar axsıranda İslam dininin qoyduğu qaydalar iki nəfər arasında gözəl münasibət yaradır. Həmçinin fikir xəstələnəndə ziyarət eləməlidir. İslam dini buyurub ki, bir müsəlman xəstələnəndə o birisi onu ziyarət eləsinlər. Hədisdə gəlir. Alimlər buyururlar ki, insan xəstələnəndə kimsə onun yanına gələndə həmin o xəstə insanın qəlbində çox gözəl və çox dərin bir iz buraxır. Hətta sağlandan sonra onu ziyarət edən insanı görənlər tez xatırlayır o xəstə anını, aciz və zəif halını ki, bu qardaş həmin o zəif halında gəlib mən yad eləmişdir, ziyarət eləmişdir. Və elm əhli alimlər buyururlar ki, onu xatırlayanda həmin o qarşıdakı müsəlmana qarşı çox gözəl və çox xoş hisslər keçirir. Bu da yenə nəyə qayıdır? Cəmiyyət arasında mehribançılığa və xoş münasibətlərə. Fikir İslam dini budur. İslam dini cəmiyyətdə bunu yaradır. Xoş münasibət, qarşılıqlı sevgi, məhəbbət. Və həmçinin baxarsan İslam dinində zəkat var. Varlı müsəlmanlar, kasıb müsəlmanlara öz mallarından zəkat çıxarırlar. Və bunun da faydası odur ki, çoxlu faydaları var. Faydalardan biri də odur ki, kasıb müsəlmanlar artıq varlı müsəlmanların mallarında gözü qalmır. Çünki bilirlər ki, vaxtı gələndə, zəkat vaxtı gələn kimi həmin o varlı qardaşı ona, o malından Allahın buyurduğu payı ayrı verəcək. Ona görə artıq ona qarşı qəlbində nəsə kin, həsəd qalmır. Bilir ki, ona qardaşı onu verəcək. Bax, bu da cəmiyyətdə varlıq təbəqə ilə kasıb təbəqə arasında gözəl münasibətlərin yaranmasına səbəb olur. Fikirlər var, İslam budur. İslam budur. İslam tövhiddir, tək Allah'a ibarət etməkdir, şirkdən uzaq durmaqdır və həmçinin də İslamın digər əhkamlarını yaşamaqdır. Hansı ki, bunları eyləndən sonra müsəlman cəmiyyətində mehribançılıq, gözəl münasibət, qarşılıqlı sevgi və rəhmət əməli gəlir. Və ən açıq misallardan biri qaldı ki, İslam dinini yaşayanda insana izzət gəlir və ya həmin cəmiyyətə izzət gəlir, güc gəlir. Necə ki, Ömər radiyallahu anhdan rəvayət olunur ki, o buyurur ki, biz elə bir görmür ki, Allah Teala bizi İslamla izzətləndirir. Əgər biz izzəti başqa şeydən axtarsaq, bizi zəlil edəcək. Alimlər misal çəkirlər ki, ən bariz nümunələrdən biri də ərəblərdir. Ərəblər İslamdan əvvəl parçalanmış halda idilər, qəbilələrə bölünmüşlər. Və hətta bir su quyusunun üstündə də görürsən qanlı döyüşlər gedirdir. O deyir ki, bu quyu bizimdir, o deyir ki, bu quyu bizimdir. Yəni, cılızlaşmışlar, cılız bir şeyin üstündə qan tökürdülər. Və hətta özlərini müdafiə eləmək üçün başqa qoşuna nəsə ödəyirlər ki, başqa qoşun bunları qorusun. Yəni, yad düşmənlərdən. Lakin o vaxt ki, İslam gəldi, o vaxt ki, ərəblər bütləri tərk elədilər, Allah Rəsulundan tabi oldular, sallallahu aleyhi ve sellem, tövhidə bağlandılar, yəni tək Allaha ibarət edənlər, tək Allahdan kömək edənlər, xoş gündə tək Allaha şükür edənlər, çətin gündə Allah müsəb edənlər, Allah Teala onları izzətləndirdi. Hətta Fars qoşunu ilə üzbəüz dayananda, həmin o qoşun başçılarından birisi xahiş edir müsəlmanlardan ki, bizə bir nəfər elmli bizi göndərin, ona bəzi suallar verəcək. Və müsəlmanlar da göndərirlər. O vaxtda döyüşlərdə olurdu belə şey. Həmin o bir nəfər, yəni əmnəmanlıqca gəlirdi və ona dəymədilər, qayılırdı. Müsəlmanları göndərirlər bir nəfəri və həmin o Fars tərəfi soruşur ki, yəni sizi belə izzətləndirən nə oldu görürsən? Allah var edir, biz sizi qoyurduq, yan düşmənlərlə. Nə oldu ki, bizdən üzbəüz dayandınız, belə birlik oldu sizdə, belə güc oldu. Onda həmin o göndərilmiş şəxs başa salır ki,
Yəni, bizə də görünür ki, Allah Teala bizi göndərir ki, insanlara ibadət etməkdən çıxarıb Allaha ibadət eləməyə yönəlir. Yəni, tövhidə, tək Allaha ibadət eləməyə yönəlir. Yəni, başlağa ki, bizim izzətlənməyimizin səbəb budur. Hətta həmin o deyəni görə həmin o Fars qoşunun başçısı istəyir İslamı qəbul edilməli, lakin ətrafı onu təzyiq göstərir və fikrindən daşınır. Hər halda, yəni bizim bu misalı çəkməkdə məqsədimiz o idi ki, İslam izzətləndirir. Ona görə bugünkü gün biz müsəlmanların, istər ölkəmizdə, istər dünyadakı müsəlmanların izzətlənməsini istəyiriksə, ən birinci edəcəyimiz iş İslam dinindən möhkəm tutulmaqdır, möhkəm yapışmaqdır. Tövhiddən. Bugünkü gün bizim ölkəmizin əgər konkret götürsək, Qarabağ kimi problemi varsa, ən birinci görəcəyimiz iş Qarabağ üçün. İslam dinindən, doğru dinindən möhkəm tutulmaqdır. Tövhiddən möhkəm tutulmaqdır. Allahdan kömək istəməkdir düşmənlərə qarşı. Yəni, bu bizdə bu saat ən mühüm budur. Hətta texnikadan da qabağa, silahdan da qabağa bizdə bu saat İslam dinindən möhkəm tutulmaq lazımdır və tövhidi cəmaat arasında yaymaq lazımdır. Ya filan kəs kömək ol əvəzinə, ya Allah kömək ol. Bu əqidə olmalıdır orduda, müsəlmanlarda. O vaxtı müsəlmanlar izzətlənəcəklər. Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi məhvə eləsin ki, özünün dinindən, özünün razı qaldığı üzrə yaşar. Və bu dinindən möhkəm tutunaraq izzətlənək. Allah Teala'dan yenə də istəyirəm ki, Allah Teala bu evliliyi bərəkətdə eləsin və bu ailəni məhvə eləsin ki, özünün razı qaldığı kimi bir ailə qura bilsinlər. Onlara salih övladlar nəsib eləsin. Valideynlərinə yaxşılıq eləyən, həmçinin Allahın dinində təqib olan müsəlmanlar üçün faydalı bir övladlar nəsib eləsin. Və o müsəlman qardaşlarımız, bacılarımız ki, hələlik evlənməyiblər və ya bacılar köçməyiblər, Allah Teala onlara da xeyirli ailə nəsib eləsin. Həqiqətən bu cəmiyyətdə, bizim yaşadığımız cəmiyyətdə evlənmək çox təkidlə tövsiyə olunur. Çünki subaylığın özünə məxsus günahları var. Və həmin günahlar da bizim müsəlman bacı və qardaşlarımızı nə qədər xeyirlərdən məhrum edir. Çünki günah edildikcə insan elm qapıları bağlanır, ibadət qapıları bağlanır, çətinləşir, xeyir qapıları bağlanır. Günah şərdir, günahlar zülmətdir, günahlar Allahın qəzəbidir, günahlar bərəkətin itməsidir, günahlar neymətin, yavaş-yavaş neymətlərin aradan qalxmasıdır, günahlar xəstəlikdir, günahlar bəlaların gəlməsidir. Lakin evlənsə, xeyir üzərində xeyir olacaq inşallah və ixlasla, səmimi niyyətlə ailə qursa, Allahın dininə uyğun yaşasa, xeyir üzərində xeyir olacaq, onun üzərində xeyir qapıları açılacaq və o çox böyük və məhv edici günahlardan qorunmuş olacaq. Allah bizi sabit etsin. Amin. Velhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləmə alə nəbiyyina Muhammed və alə alihi və səhbihi ecmaîn.